Herkesin sabah xeyir olsun. Bugün yenə də hava çox gözəldir. Ayağın otağına mebel sifariş etmişdim. Gəldi. Qəbul edirəm. Mebel haqqda hazır olsun, çəkib paylaşacağım. Ayağın otağındayıq. Belənkən hələ olmadığından çətinlik çəkirik mebeli yuxarı çıxartmaqda. Bəzilərini çıxartdıq. Belə digərlərini də çıxardacaq. Görək, alınır mı? Çıxdıq qapıya, məhliyə. Məhlənin biraz sərgiyə salmaq istəyirəm. Bəzi şeylər var, yığılası, yandırılası. Ayın 26-sı şükür qapımıza. Traktor girir. Allahın köməkliyi ilə. Havadan baş açmaq olmur. Çünki həm gəh günəş çıxır, o zaman günəş batır, danışa-danışa, gəh də günəş batır. İsa da Talyatkadan bizə baxır. Onsuz da 26-sı traktor gəlib onu uçurdacaq. Ona görə kəsirəm evə qoymağa. Bazam da Azərbaycandan gəlir. 17 illik cehizim. Yekədir, böyükdür, çoxlu gül lazımdır onun içinə. Ona görə yığıram güllərin hamısını. Gözəldilər. Ətri mimozanın ətrinə oxşuyur. Yığdım. Ağ çiçəklərim bazamda var. İndi gedib bunlardan onların yanına qoyacağım. Çox gözəldir. Həqiqətən ətri eyni mimozanın ətrinə bənzəyir. Eyni xoşuma gəlir mimozanın isi. Eynidir. Bu lilyalarımı burada xilas etməliyəm. Çünki traktor görəndə bura torpaqla bastırılacaq. Altda qalacaq. Mahv olmasın deyə güllər çıxardıb ayrı yerə bastıracağım. Qarı bastırmağımı göstərəcəm. Bir dəfə də belə bir şeylə məşğul oluram. Yəni gülü məhlədə başqa yerə bastırıram. Torpaqda çətindir. Qabığında yenə asan da olur. Bilirsən təzəməyində kökü hardadır, zoğları hardadır bilmirəm. Bunları da mamam Azərbaycandan gətirmişdi, soğanları. Belə uzanıblar. Başlarını indi kəsəcəm. Bunlar da yəqin Azərbaycandakı o lilyalar olur. Qapıda yəqin onlara oxşadıram. Yəqin odur. Əgər elədirsə də bu lilya ilə bu lilya çox fərqlənir. İndi bunları bura bastırdım. İndi sərgiyə salacağım. Hələ ki püskünlədir. Bir zorla gətirdim. Çox ağır idi. Hələ ki müvəqqəti bir bastırdım. Görün məhlə çələndən sonra hara bastırıram. Bu müvəqqəti bir yerdir. Biraz suladım. Sonra sulayaq. Göylərim də artıq düzəlib. Çıxır yavaş-yavaş.